Salam, Logik CRP təlimlərinə xoş gəlmisiniz. Bu təlimdə Logik CRP-də müştəriyə malın satılması prosesinin necə icra olunduğunu addım-addım nəzərdən keçirəcəyik. Malın satılması sənədini icra etmək üçün anbar və ticarət menyusundan sənədlər qrupundan malın satılması sənədini bir dəfə vuraraq açırıq. Yeni düyməsinə vurduq. Burada məcburi sahələr müştəri seçimi, anbar və malın seçimidir. Gəlin ilk əvvəl müştərini seçək. Anbarı seçirik. Və mallar düyməsi ilə malları seçirik. Burada seçdiyimiz anbarda qalığı olan mallar göstərilir. Burada 2 dəfə vuraraq malları seçirik. Misal üçün 35 kvadrat metr və 110 kvadrat metr. OK düyməsinə vuraraq malın satılması sənədinə qayıtdım. Sənədi təsdiqləyirəm və sənədə yaddaşa yazıram. Belə bir bildiriş əks olundu. Anbarda bu maldan yoxdur. MDF-dən 10 ədəd seçilən anbardan kifayət etmir. Elə buradaca malın satılması sənədində biz xam mal anbarından biz qalığın kifayət etmədiyini görə bilirik. Sistem default olaraq qalıqların mənfiyə getməsinə icazə vermir. Əgər sizin müəssisədə qalıqların mənfiyə getməsini istəyirsinizsə, bunu daha əvvəlcədən sistemdə tənzimləmək mümkündür. Biz gəlin bunu 85 kvadrat metr olaraq dəyişək və sənədi yaddaşa yazıram. Sənəd yaddaşa getdi, malın satılması icra olundu. Gəlin çap formaları ilə tanış olaq. Burada 2 formada çap variantı var. Qiyməti ilə və qiymətsiz. Gəlin birinci formaya baxaq. Burada müştərinin adı, anbar və malların adı, kod və barkod, qiyməti və digər məlumatlar əks olunur. İkinci çap formasında isə sadəcə müştərinin adı, anbarı, malın adı və miqdarı, burada qiymətlər əks olunmur. Bu forma satılan malların müştəriyə çatdırılmasını yerinə yetirən əməkdaş üçün nəzərdə tutulmuşdur. Biz satışı həyata keçirdik. Nə baş verdi müəssisədə? Müştərinin borcu artır. Eyni zamanda mallar anbardan azalır. Gəlin hesabatları yoxlayaq. Birinci gəlin mal qalıqlarının necə azaldığına baxaq. Hesabatlardan mal dövriyyəsi ilə daxil oluram. Burada bugünkü tarixdə görə bilirik ki, anbardan mallar məxaric olunmuşdur. Daha əvvəl, misal üçün, MDF anbarda 100 kvadrat metr idi. 85 kvadrat metr azaldıqdan sonra hal-hazırda son qalıq 15 kvadrat metrdir. Gəlin müştərinin borcu necə formalaşdığına da baxaq. Maliyyə menyusundan kontragent hesabatına baxıram. Burada görürük ki, Homestyle adlı müştərinin borcu artıb. Bu hesabatda artıb azalıb sütunların kontragent tərəfindən göstərilir. Yəni, kontragentin bizim müəssisəyə borcu artıb, kontragentin borcu azalıb. Hesabatı daha geniş formada axtarış düyməsindən genişlədərək tanış ola bilərik. Bu formada sənədi görə bilirik. Sadəcə bugünkü tarixi seçək. Görürük ki, burada malın satılması icra olunmuşdur. Malın satılması sənədinə geri qayıdıram. Gəlin, güzəştlər necə tətbiq olursa onunla tanış olaq. Güzəştlər bu hissədədir. Gəlin, biraz əvvəl işlədiyimiz sənədə düzəliş edək, güzəş tətbiq edək. Cəmi satış məbləği bizdə 1905 manat təşkil edir. Misal üçün, ümumi olaraq 10% güzəşt etmək istəyiriksə, satışdan bu hissədə 10 yazırıq və sənədi yaddaşa yazırıq. Sənəd yaddaşa yazılandan sonra görə bilirik ki, 1714 manat oldu satış məbləği.
Əgər biz güzəşt faiz ilə deyil, məbləğ ilə etmək istəyiriksə, misal üçün 1905 manatdırsa, 5 manat biz güzəşt etmək istəyiriksə, güzəşt məbləğ hissəsində 5 yazaraq sənədi yaddaşa yazırıq. Əgər güzəştlərin ümumi satış məbləğini deyil də, sadəcə 1 mala tətbiq olunmağını istəyiriksə, bu səfər bu hissədə deyil, aşağı hissədə hər malın qarşısına güzəşt faizini yaza bilərik. Bu səfər sadəcə bu mala məxsus güzəşt tətbiq olunur. Gəlin indi satış hesabatlarına baxaq. Anbar və ticarət menyusundan satış hesabatına vururam. Hesablaya vurduq. Burada görünür ki, bu tarix intervalında satışlar bu formada olmuşdur. Satılan malların adı, miqdarları, satışın mayası və satış məbləği əks olunur. Eyni zamanda hal-hazırda mövcud ambardakı qalıqlar görünür. Daha geniş hesabat istəyiriksə, mal satış hesabatı cəmə baxa bilərik. Burada satılan malın adı, tarixi, satış tarixi, satış miqdarı və digər məlumatlar, satılan malın mayası, satış məbləği, satışdan əldə olunan gəlir, gəlir faizi və digər məlumatlar burada əks olunur. Beləliklə, bu təlimdə biz malın satılması sənədi ilə tanış olduq. Növbəti təlimdə isə müştəridən ödənişlərin qəbulu prosesi ilə tanış olacağıq. Sağ olun.